Və həmin o mahiyyət, həmin o elmin mənbə dediyim mənbələrdən biri də mənim dostum, gözəl insan, gözəl şəxsiyyət, böyük alim, böyük şəxsiyyət Çimnaz xanım Namazova. Gözəl insan, gözəl şəxsiyyət, böyük ürək sahibi, böyük elm sahibi. O öz kitablarında hər şeyi veribdir cəmiyyətə, biz insanlara hər şeyi veribdir. Əgər o kitabları axtarıb, tapıb, alıb, evinizə qoyacaqsınızsa, başınızın altına qoyacaqsınızsa, hər gün onu vərəqləyəcəksinizsə, oradan mütləq qidalanacaqsınız və sağlamlığın yolunu mütləq tapacaqsınız. Onun ilk kitabı da elə belə adlanır. Sağlamlığa aparan yol. Mən dəfələrlə bu barədə, bu gözəl, bu böyük alim haqqında fikirlərimi söyləmişəm. Yenə də o fikrə qayıdıram. Bizim cəmiyyətə, bizim baxışımıza, bizim belə deyək ki, adət-ənənəmizə, fəlsəfəmizə, dünya görüşümüzə, psixologiyamıza yaxın elmi mənbələri siz bu gözəl alimin kitablarında tapacaqsınız. Çünki bizə, dünya görüşümüzə yaxın o qədər həssaslıqla, o qədər aydınlıqla yazıb ki, heç bir çətinlik çəkmədən bu kitabın, bir elmi mənbənin mahiyyətini anlayacaqsınız və asanlıqla anlayacaqsınız. Bu gözəl alim, böyük alim heç bir tibbi terminlərdən istifadə eləmir ki, siz nəsə çətinlik çəkəsiniz. Onun ilk kitabı belə adlanır. Mən daha uzatmaq istəmirəm, çünki o alim haqqında çox fikirlərimi demişəm, söyləmişəm və yenə də özümə borc bilirəm. Çünki çox məni narahat edirsiniz, məni bu barədə çox danışırsınız, məni incidirsiniz, məni yorursunuz. Mən sizdən bir daha xahiş edirəm, deyirəm ki, mənə bu barədə müraciət eləməyin, heç nə deməyin mənə. İncitməyin məni. Mən sizə deyə biləcəyim ən gözəl mənbə bu alimdir. Bu böyük alim. Çimnaz xanım Namazova. Gözəl insan, böyük şəxsiyyət. Böyük elmi mənbə qoyub bizim üçün. İlk kitabı belə adlanır. Sağlamlığa aparan yol. Göstərirəm kitabın özünü də. Bu birinci kitabı da onun. İkinci kitabı belə adlanır. Sağlamlığın sirri. Göstərirəm sizə. Sağlamlığın sirri. Üçüncü kitabı belə adlanır. Sağlam ömür yaşayaq. Bu elə üç kitabın özü elə kifayət eləyir ki, çox şey, mən deyərdim, hər şeyi buradan götürəsiniz və sağlam olasınız. Sağlamlığınıza qovuşasınız. Burada, bu mənbələrdə axtarın. Sağlamlığınıza yalnız belə qovuşa bilərsiniz. Özünüz, öz əlinizdə o ruh dediyimiz o mahiyyət ki var, onu siz özünüz, öz əlinizdə saxlamalısınız. Heç kim sizə o ruhu sizə təqdim edə bilməz ki, bu sənindir, verdi, özün idarə elə. O sizin düşüncənizdə olmalıdır, o mahiyyət. Məsələ burasındadır ki, həmin o ruh dediyimiz o sükanı daim biz özümüz öz əlimizdə saxlamalıyıq. Məsələ buradadır, sükanı necə əlimizdə saxlaya bilərik? Dediyim kimi, həmin o mütaliəmiz varsa, o toxumu biz o kitablardan səhmişsə ruhumuza, düşüncəmizə biz öz əlimizdə saxlaya bilərik və sağlamlığımıza doğru gedə bilərik. Belə, təşəkkür edirəm və bu böyük alim haqqında, Çimnaz xanım haqqında da öz fikirlərimi dedim, bu gözəl alim haqqında dedim fikirlərimi, təkrar bir də kitabları göstərirəm. Bu alimin, bu böyük alimin, Çimnaz xanım kimi bir böyük alimin, gözəl insanın kitablarını oxuyun və sağlamlığınıza qovuşun. Təşəkkür edirəm. Buradan Çimnaz xanımı da gözəl insanı, dəyərli dostum, dəyərli alim, böyük insan, böyük şəxsiyyəti salamlayıram və ona da təşəkkürümü bildirirəm. Bir də onu deyim sizə, dəyərli dostlar, dəyərli tamaşaçılar, bizə dəstək olmaq üçün kanalımıza mütləq abunə olun, bizi bəyənin, paylaşın və bizə dəstək olun. Gözəl insanlar, gözəl ürək sahibləri.